Təsəvvür edin ki, doğulduğunuz tarix həyatınızın bütün sirlərini özündə gizlədir. Adınızdakı hər bir hərf rəqəmə çevrilir və həmin rəqəmlər sizin taleyinizi, xarakterinizi, hətta gələcəyinizi müəyyən edir. Bəs doğrudanmı rəqəmlərin gizli gücü var? Yoxsa bu min illərdir insanların inandığı ən maraqlı mistik sistemlərdən biridir? Bu videoda numerologiyanın tarixinə, yaranmasına, ən məşhur metodlarına, rəqəmlərin mənalarına və elm adamlarının bu mövzuya necə yanaşdıqlarına ətraflı baxacağıq. Numerologiya rəqəmlərin mistik və simvolik mənalar daşıdığına inanan qədim inanclar sistemi. Numeroloqlar hesab edirlər ki, hər bir rəqəmin öz enerjisi, xarakteri və vibrasiyası var. İnsanların doğum tarixi və adındakı hərflər müəyyən düsturlarla rəqəmlərə çevrilərək onların şəxsiyyəti, taleyi, münasibətləri və gələcəyi haqqında məlumat verir. Qeyd etmək vacibdir ki, numerologiya riyaziyyatla əlaqəli olsa da riyazi elm deyil. Riyaziyyat sübutlara əsaslanır, numerologiya isə simvolik yozumlar. Numerologiyanın kökləri təxminən 4000-5000 il əvvələ gedib çıxır. Ən qədim sivilizasiyalar Babil, Misir, Hindistan və Çin rəqəmlərin kainatın gizli qanunlarını ifadə etdiyinə inanırdılar. Qədim Misirdə piramidaların ölçüləri və məbədlərin quruluşu müəyyən rəqəmlərlə əlaqələndirilir. Babillilər səma cisimlərinin hərəkətini rəqəmlərlə izah etməyə çalışırdılar. Hindistanda Vedik ənənələrdə rəqəmlərin insan taleyinə təsiri haqqında inanclar mövcud idi. Çində isə bu gün belə bəzi rəqəmlər uğurlu, bəziləri isə uğursuz hesab edilir. Müasir numerologiyanın ən məşhur siması qədim Yunan filosofu Pifaqor hesab olunur. Pifaqor hər şey rəqəmdir fikrini irəli sürürdü. O inanırdı ki, kainat musiqi, həndəsə və rəqəmlər üzərində qurulur. Bugün istifadə olunan Pifaqor numerologiyası məhz onun ideyalarından ilham alınaraq formalaşdırılıb. Burada əlifbanın hər hərfinə müəyyən rəqəm verilir. Məsələn, AGC 1, BKT 2, JLU 3 və bu qayda davam edir. Ad və soyaddakı hərflər toplanaraq insanın əsas rəqəmləri hesablanır. Numerologiyada ən vacib anlayış həyat yolu rəqəmidir. Bu rəqəm doğum tarixindəki bütün rəqəmlərin toplanması ilə hesablanır. Numeroloqlar iddia edirlər ki, bu rəqəm insanın xarakterini, həyat missiyasını və gələcək istiqamətini göstərir. 1. Liderlik, 2. Harmoniya, əməkdaşlıq, diplomatiya, 3. Yaradıcılıq, ünsiyyət, incəsənət, 4. Əmək, nizam, intizam, məsuliyyət və s. Bəzi numeroloqlarsa 11, 12 və 33 rəqəmlərini master numbers, yəni xüsusi gücə malik rəqəmlər hesab edirlər. İddia olunur ki, insanın adı onun enerjisini dəyişə bilər. Buna görə bəzi numeroloqlar ad dəyişməyi və ya hərf əlavə etməyi tövsiyə edirlər. Hətta bəzi məşhurların səhnə adlarının uğur gətirdiyi belə iddia olunur. Maraqlıdır ki, rəqəmlər bir çox dinlərdə xüsusi əhəmiyyət daşıyır. İslamda 7 rəqəmi, xristianlıqda 3 və 7, yəhudilikdə Kabala, hinduzmdə müqəddəs rəqəmlər. Ancaq bu dini simvolizmlər numerologiyanın iddiaları ilə eyni deyil. İnsanlar qeyri-müəyyənlikdən qorxurlar. Hər kəs gələcəyini bilmək istəyir. Numerologiya isə insanlara müəyyən cavablar təqdim edir. Bəzən bu cavablar kifayət qədər ümumi olur və insanlar onları öz həyatlarına uyğunlaşdırırlar. Psixologiyada buna Barnum effekti və təsdiqləmə meyli deyilir. İnsanlar özlərinə uyğun gələn hissləri xatırlayır, uyğun gəlməyənləri isə nəzərə almır. Bugünə qədər numerologiyanın insanların taleyini və ya şəxsiyyətini etibarlı şəkildə proqnozlaşdıra bildiyini göstərən elmi sübut yoxdur. Müxtəlif numerologiya məktəbləri eyni insan üçün fərqli nəticələr çıxara bilir və onların iddiaları təkrarlanan elmi sınaqlarla təsdiqlənir. Buna görə elm numerologiyanı sübut edilmiş elm sahəsi kimi deyil, simvolik və ya ezoterik inanc sistemi kimi qiymətləndirir. Maraqlıdır ki, ABŞ-də və Avropada minlərlə peşəkar numeroloq fəaliyyət göstərir. Hətta bir çox şirkətlər marka adlarının numerologiyaya uyğun seçildiklərini belə iddia edirlər. Çində 8 rəqəmi çox uğurlu hesab olunduğu üçün telefon nömrələri və avtomobil nömrələri milyonlarla dollara satılır. 4 rəqəmi isə bəzi Şərqi Asiya ölkələrində ölüm sözü ilə səsləşdiyinə görə uğursuz sayılır. İnternetdə ən çox axtarılan mövzulardan biri isə 1111 və 333 rəqəmlərinin mənası. Yekunda isə gəldiyimiz nəticə belədir. Numerologiya min illərdir insanları düşündürən və maraqlandıran qədim inanclar sistemidir. Bəziləri onu ruhani bələdçi kimi qəbul edir, digərləri isə təsadüflərin və insan psixologiyasının nəticəsi hesab edir. Əsas məsələ odur ki, numerologiya haqqında danışarkən tarixi və mədəni əhəmiyyətini elmi iddialardan ayırmaq lazım. İnanıb inanmamaqsa hər bir insanın şəxsi seçimidir.
Bəs siz necə düşünürsünüz? Doğum tarixiniz həqiqətənmi taleyinizi müəyyən edir, yoxsa bütün bunlar sadəcə maraqlı təsadüflərdir?